Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Fatihlə bərabər iş dəftərinin növbəti səhifəsini izah edəcəyik. Fatih, artıq hansı səhifədəyik biz ağılla? 19-da. 19. Bəli, başlayaq. Deməli, birinci biz 5-dən başlayırıq. 5-də deyir ki, mötərizəni elə qoy ki, doğru bərabərliyi alınsın. Əvvəlcə baxıram ki, 3 vurulsun 5-in kvadratı çıxılsın 4-ün kvadratı plus 2 cavabı alınıb 57. Necə mötərizə qoyaq ki, cavabı 57 alaq? Məsələn, 5-i 5-ə vuranda bilirik ki, 25 eləyir. 25-i də 3-ə vuranda cavabımızı nə alırıq? 75. Düzdürmü? 75-dən də 16 çıxanda alırıq 59. 59-un da üstünə 2 gələn çıxan, 2 gələn də alınmır. Axı bizdə cavab 57 alınmadı. Onda digər etaba keçək. 4-ün kvadratı 16, 16-nın üstünə 2 gələk. 18. 25-i də 3-ə vuranda 75 almışdıq. 75-dən 18 çıxanda alınır. Aha, deməli onda biz mötərizəni belə qoyuruq Fatih. Bunu burada mötərizəyə alırıq. Aynı oldu. Bəli. Birinci 4-ün kvadratının üstünə 2 gələcəyik. Yəni 16 ilə 2-ni toplayacaq 18. 25-i də 3-ə vuranda 75 almışdıq. 75-dən də 18 çıxanda 57 alacaq. Aynı oldu. Mötərizəmiz yəni burada olacaq. Bəli. Sonra keçdik B bəndinə. İndi 4-ün nə idi orada? Kubudur. Bəli. Yəni ki 64. Bəli, 4-ün kubu 64-dür. İndi cavabı gəl 10 alalım. Nə ilə nə işarə edə bilərik məsələn? Fikirləş bir. Məsələn, 24-ü 8-ə bölsək 3 alır. 3-də Bəli. 64 toplayanda alınmış. Başqa yox. Düzgün. Düzgün gəlmiş. Bəli. Onda 64-də 24 toplayaq. Bəli. 64 ilə 24-ü toplasaq neçə alırıq? 88. 88. Ay, sən 8-də Aa, 8-ə bəli böl. var. 88-də 8-ə böləndə 11, 11-dən də 5 çıxanda 10. Ay, sağ ol. Onda sadəcə mən 4-ün kubu üstə gəlsin, 24-ü mötərizəyə aldım. Düzdür? Bəli. Bunu da tapdım. Bəli. Gəldik C variantına. Yenə fikirləşək. 5-in kvadratıdır, düzdürmü orada? Bəli. 5-in kvadratı məndə biraz yaxşı düşməyib. Sonra nə yazılıb ora Fatih? Üstə gəlsin. 7-in kvadratı. Sonra bölünsün 2-li, düzdür? Bəli. Üstə Bəli, gəlsin üstə 3. gəlsin 3 bərabərdir bərabərdir 40. 40. Ha, indi gəl baxaq. Burada 40 almalıyıq. Baxaq görək nə ilə eləyə bilərik. Məsələn, 7-in kvadratı 49 edir. 49 heç vaxt 2-yə bölünmür. Ona görə buna baxmıram. Və yaxud da 2 ilə 3 toplayıb 5 burada da alınır. Onda belə alsaq, məsələn. Bax ki, 5-in kvadratı neçə edir? 5-in 25. kvadratı 24. 25. 7 ilə kvadratı 49. 49 ilə də 25-i toplasaq 74 alırıq. 74 də 2-yə böləndə 37 edir. Bəli, 37-nin də üstünə üçgəndə 40 alırıq. Aynı oldu. Bəli. Gəldik 6-ya. 6-da bunların cavablarını bir-bir yazmalıyıq. Məsələn, A variantında yazılıb ki, 18 çıxılsın, 15 bölünsün 5, üstə gəlsin 9, bölünsün 2, bölünsün 4 bərabər. Birinci mötərizəni üçün əldə edirəm. Yəni 15-i 5-ə bölürəm. Düzdürmü? 15-i 5-ə Bəli. böldüm, 3 aldım. Sonra bu üçün üstünə 9 gəlirəm. Mötərizənin üçün əvvəlcə həll etmək lazımdır. Elədi 12. Sonra bölməni həll edirəm. 12-ni 2-yə bölürəm. Eləyir 6. Bunu da tapdım. Sonra 18-in 6 18-dən çıxırıq. 6 çıxırıq. 12. 12. 12-ni də 4-ə bölürük. Eləyir neçə? 3. Aynı Bəli. oldu. Keçdik B Bəli. variantı. 60 bölünsün 5 bölünsün 48 bölünsün 8. Bu da vurulsun 5 çıxılsın 9. İndi 60-ı 5-ə bölürəm ilk öncə.
60-ı 5-ə bölsəm neçə alıram? Aa, Bir dəfə 12. 12. Hı. Bə. Sonra 48-i 8-ə bölürəm. Burada da 6 alır. Edir. Bə, 6. 6. Sonra 12-ni 6-ya bölürəm. Ortalarında bölmə işarəsi 2. Mötərizənin içini 2 tapdım. 2. Sonra 2-ni 5-ə vururam. 10. Ondan da 9 çıxan 10. necə qalır? 1. 1. Deməli, bu ifadənin cavabı da 1 elədir. Gəldik Bə. C variantına. 80 çıxılsın, 5 vurulsun, 60 çıxılsın, 48 bölünsün 4. Birinci 60-dan 48 çıxıram. Bə. Deməli, 60'dan 40. 18, 22. 2, 12. 5-dən 12, ay sağ ol. 12. Deməli, 60-dan 48 çıxdıq, 12. Sonra 12-ni 5-ə vururuq. Vurma işarəsi var. 60 60. elədik. Aha. Sonra 80'den 60 60 çıxanda 20. çıxırıq. Ay sağ ol. Burada qalır 20. 20 də 4'ə 5. 5. Bəli. Bunda cavab 5 elədir. Gəldik D variantı. 20 vurulsun 5, çıxılsın, 80 bölünsün 4, bölünsün 16, vurulsun 2, çıxılsın 3. İndi bunu işləyirik. Birinci 80-i 4-ə böləcəm. Bu eləyəcək 20. Bə. Sonra da 20-ni 5-ə vuracağım. Bu da eləyəcək 100. Birinci vurma bölmə həll olunur. 100. Sonra aralarında çıxma işarəsi var. 100-dən 20 çıxıram, 80. Mötərizənin içini aldıq. 80. 80 sonra 16-ya bölürük. Düzdürmü 80'i Fatih? 4'ə bölünür. Bə. 16-ya. 16. 84'e Bə. böldük. 20'ni de 10 elədik. Burada qaldı 5. Sonra 5'i vururam 2'yə. 10. Ondan da 3 çıxıram 10. neçə Ondan qalır? da 3. 7. 7. Bəli. Cavab olacaq 7. E variantına baxırıq. Birinci 200'ü 2'ye bölüb, sonra 10'a bölmək, sonra da 7'ye vurub, çıxıb 64'ü 8'e bölmək lazımdır. 200'ü Bə. 2'ye böləndə 100, 100'ü də 10'a böləndə 10 edir. Onu da 7'ye vuranda neçə alırıq? 70. 70. 64'ü də 8'e 70'den bölünür. 64. 64'ü 8'e bölünməsini çıxmalı. Əvvəlcə vurma bölmə həll. 64'ü 8'e bölük 8. 70'dən də 8 çıxırıq, 62 alırıq. Bəli. İlk variantına baxaq. 300'ü 100'e bölürük, üstünə gəlib 5'in kvadratına, bölürük 7'ye, çıxırıq 3'ü. Vurulsun 50. Birinci 300'ü 100'e bölürəm. Alıram 3. Düzdürmü Fatih? Bə. Sonra 5'in 3'ün kvadratda də üstünə 20, 25. 25. 25 ilə də 3'ü toplayıram. 27. 28. 28, bəli. Sonra bu 28'i 7'ye bölürük. 4. 4. Sonra 4'dən 3 çıxırıq. 1. Biri də 1. 50'ye vururuq. 50. Deməli, bu mötərizənin cavabında neçə Bə. elədi? 50. Gəldik 7 və 8'ə. 7. Deyir ki, ədədi ifadə yazmaqla suallara cavab verməliyik biz. A bəndində deyir ki, 15'in kvadratından 10 vahid bölük. 15'in kvadratından 10 vahid böl. O deməkdir ki, 15'in kvadratı üstə gəl 10. 15'in kvadratı nə verir bizə Fatih? 15 vurulsun 15, 225 Bə. verir. Üstünə də 5. 10 gəlsə, 235 alırıq. Deməli, burada oldu 235. Bə. Sonra B variantına baxırıq. 9'un kubundan 665 vaid kiçikdir. Bunu deməli çıxmalıyıq 665'i. Sonra deyir bu ədədin 2 qatı hansı ədəddir? 2 qatını da taparıq. Əvvəlcə bunu hesablayaq. 9'un kubunu hesablayaq. 9'un kubu neçə eləyir? 9 vurulsun 9, 81 eləyir. 9'un kubu bə. 81 də 9'a vuranda 729 alır. Düzdürmü? Bə. Biz 700. Bə. 729'dan ilk önce 665'e çıkmalıyız. 729'dan 665 çıxanda 64 alırıq. Bunun da 2 qatını tapmalıyıq. Çünki orada Mənə yazıb ki, 2 eləyib qatı qalar. hesab. Bə. 108. 2 dəfə 4, 8, 12, 120. 128. Bəli, 128. Da D var. Və sonuncu məsələmiz 8. Deyir ki, usta 3 ədəd kvadrat formalı. Deməli, bizdə 3 dənə kvadratımız var. 5 ədəd də
Düzbucaqlı formasındadır. Faner vurubdur. Kvadratın tərəfi Bəli. 1 metrdir. Yəni o deməkdir bütün tərəfləri 1 metrdir. Düzbucaqlının eni 1 metr, uzunluğu 2'dir. Onda biz kvadratın sayısını tapsaq, 1'i 1'ə vurur. Yəni olur 1 metrin kvadratı. Düzbucaqlının sayısını tapsaq, 1'i 2'yə vurur. O da edir 2 metrin kvadratı. Düzdürmü? Bəli. 1 metr kvadrat fanerin də qiyməti verilibdir, 34 manatdır. Bizdə də axı 3 dənə kvadrat formalı faner vurulubdur. Düzdür? Əgər bu 1 Bəli, metr üç dənə. kvadrattırsa, 34 manattırsa, 3'ü 1'ə, onu da vurmalıyam nəyə? 34'ə. 34'e. Bəli. 34'ü də 3'ə vursaq, olur 102. Burada 102 manat pul qazanırıq. Burada nə qədər olacaq bəs? 5 dənə idi düzbucaqlı. 5'i 2'yə vurmalıyam. Sonra bir də təzədən nəyə vurmalıyam? 34'ə 34. vurmalıyam. Bəli. 5'i 2'ye 10. Onu da 34'e 140. 340. Ay sağ ol. 340 manat da bura getdi. Nə qədər pul ödəmək lazımdır ümumilikdə deyir. 340 340'dan 40'la 102'ni topluyorum. Hop şey. ve O da 2, 4, 442 manat. ve Cevap olacak 442 manat. Bu kadar. Növbəti videolarda görüşmək ümidilə sağ olun.